İdrak liseyinin rəhbəri Mansum Alisovun şagirdin müəllimi güllələməsi haqda verdiyi açıqlamalar ictimaiyyətdə bir mənalı qarşılanmayıb. Belə ki, o, öncə hadisənin baş verdiyini təsdiqləsə də, sonradan ciddi bir şey olmadığını bildirib və media nümayəndələrini yalan xəbər yaymaqda ittiham edib. Globalinfo.az məsələ ilə bağlı Mansum Alisovla əlaqə saxlayıb. O, bəzi saytları və sosial şəbəkə istifadəçilərini yanlış məlumat yaymaqda ittiham edib. Yazırlar ki, güya müəllim olub. Şükür Allaha sağdır, vəziyyəti də yaxşıdır. Tədris davam edir. Məlumat yayırlar ki, liseydə silahlı hücum olub. Niyə bilmədən səhv məlumat yayırlar axı? Əvvəlcə mənə fərqli məlumat verilmişdi. Ancaq liseyə getdikdə gördüm ki, məsələ başqadır. Hamımız Azərbaycanlıyıq. Canımızsız, qeyrətimizsiz. Ona görə də insanlara doğru məlumat çatdırmaq hamımızın borcudur. Bəziləri bilmədən danışır və təşkilatlar haqqında yanlış fikir formalaşır. Vallah, yüzlərlə adam zəng edir və bunun hamısını cavablandırmaq mümkün deyil. Ortada bir problem var və bunu həll etmək lazımdır. Aidiyyəti qurumlar araşdırma aparır. Bizim nəsə deməyimiz doğru olmur. Özü də obyektiv, qərəzsiz iş görülür. Gəlin nəticəni gözləyək. Alisov, şagirdin güya xarici ölkədən tapşırıq alması haqda iddialara da aydınlıq gətirib. Bilmirik ki, bu xaricdənmi qaynaqlanır, yoxsa daxildənmi? Məsələn, mənə xarici dövlətlərdən zənglər gəlir. Bunların nə maraqları var? Araşdırdıq ki, informasiya alan saytların sıxı xaricdəndir. Araşdırma yekunlaşdıqdan sonra açıqlama veriləndə hamımız doğruları biləcəyik.